Elə bir yuxudayım, heç inanmıram. İnanasın. Səhər bir sürü Allah qoysa inanasan qızım. Allah koysa. Kızlar hazırsınız, ustalarımız yemeğe çıxır. Bir de bakacağım kızlar elinde badınız. Biri salatı, biri çöreğe getirir, biri atlama getirir, biri gelir artsandan sərin su getirir, biri samavara diyor. Hay Allah, ne hoş olar o gün bize. Ya Resulallah. Ne kadar bu balaların gözün güldürseniz Allah balalarınızın gözün güldürecektir. Amin. İnşallah. Amin. Sağ olsun İnşallah. kadınım. Allah kömək olsun. Çocukluğu gidiyor buralar. Narahat olma. Elə bir yuxudayım, heç inanmıram. İnanasın. Səhər bir sürü Allah qoysa inanasan qızım. 10 günlük ustalarının, həm də balalarının yiyəcəyi paydır. Nəzəkət, qardaşlarımızın tərəfindən kəsilən qurbanımızın payıdır. Bərəkət istədir. Qismət elə, Allahım, hər şey sənin əlində, sənin ixtiyarındadır. Bu balaları sən yaratmışsan, ya Rəbbim. Bu balaları sən yaşadırsan. Rəbbim, əgər qismətlərində varsa, sabah bizə, ya Resulallah, bir qapı aç, bir yol aç bu balalarımızı da. O xoşbəxt yüzlərlə ki ev tikdiyimiz balalar ki var. 26 evdə 100-ə yaxın bala yatıb durur. Elə onun 9-u cəsarətin evindədir. Hər evdə bala var. Allahım, qismət elə bu balalar da rahat evlərində ayaqları isti pol görsün. Təzə paltar, rahat hamam görsünlər, rahat mitil görsünlər. Qış olanda gedib kostan, böyükdən kol dibindən kol yığıb gətirib peş yandırmasına, rahat təbii qazdan istifadə eləsinlər. Ya Rəbbim, səndən bunu istəyirəm, bəndənə rahatçılıq. Ya Resulallah, bəndənə yaratdığım bu məzlum körpə bəndələrinə rəhm elə, bunlara qapı aç, qoy bu balalar gözəl yaşasınlar.
Axşamınız xeyir olsun. Əziz və hörmətli izləyicilər, hər birinizi salamlayıram. Dəyərli qardaşlar, bacılar, əziz böyük ailəmiz. Bugünə olan ikinci videomuzu sizlərə təqdim edirik. Çəkilişimiz sizlərin maddi dəstəyi ilə yenicə başladığımız çox uğurla, çox böyük ruh yüksəkliyi ilə 27-ci evimizdəndir. Gördüyünüz kimi yük maşını həyatımıza daxil oldu. Yük maşınımızda nişardaşı var. Evimizin tikintisinə istifadə edəcəyimiz. Hörmətli izləyicilər, hər kəsdən xahişim odur ki, videomuzu sona qədər izləyib, videomuzda gördüyünüz hər bir ana özünüz nəzər yetirəsiniz. Çünki sizin nəzəriniz, sizin diqqətiniz bizi daha da ruhlandırır, bizə daha da stimul verir. Hər bir izləyicidən də bir like payımızı istəyərdik. Gözəl izləyicilər, siz bizim like payımızı verin, biz də sizə öz gözəl çəkilişlərimizi göstərək. Allah sizləri qorusun. Yenə sürücümüz bizim veteran qardaşımızdır. Maşallah olsun. Adına layiq də sürücü qoçaqlığı var. Keçən səfər özünüz gördünüz bu yaş yerdə o ağırlıqda yükü necə rahat şəkildə taxtıdı ünvan başına. Salam Fəxri, salam, xoş gördük. Allah səni həmişə var eləsin, mənim qadam, mənim qardaşım. Allah sağ ömür versin. Hə, deyil, gedək ora. Allah səni var eləsin qaqam. Başına dönərəm. Deməli, Fəxri, məsləhətimiz nədir? Qoy mən sahib sürdüyüm qadanalım. Ola bilər ki, bizim 50-60 daşımız, 100 daşımız, 200 daşımız qalandı, sən növbəti daşı gətirmək ehtimalın olar. Ona görə də qumun yanından boşalt ki, növbəti daşı gətirəndə oradan rahat boşalda bilərsən. Buradan belə boşalmış, maşın borus belə çıxar. Ay, mənə deyirəm sağ ol. Nərdivanımızı götürəyin də uşaqlar. Yəni Fəxri, belə də eləyə bilərsən, ha qardaşım. Bax, elə pramı burada boşalda bilərsən. Hə, daşı götürün. Nəzəkət? Külək böyləzdilərim. Ha? Bu gün əzlər külək imkan vermədi. Bax, neçə saatdır. Saat günorta 12-dən işıqlar sönüb. Bax, heç bir iş görə bilməmişik. İşimiz işıqdan asılıdır. Yəni laqondalıq, direlli, subarkalıqdır işimiz, amma təəssüflər olsun ki, işıq məsələmiz bizi çox yorur. Hətta deyilənə görə bu kənddə çox çətindir işıq məsələsi, çünki kabelləşmə yoxdur, kənd özü köy meşənin içərisindədir. Yəni hər tərəf ağaçdır, hər tərəf necə deyirlər, yaşıllıq və elektrik xətləri də bu ağaçların içərisindən gedir. Yəni bu ayaqlarım örgəmişik. Yəni burada adi bir külək belə problem yaradır. Nəzakət bacında göz aydın olsun. Növbəti tikinti materialımız daxil olur evimizə. Gözləri güldürən, könülləri şad edən insanlarımız var olsun. Bu bax gördüyünüz bu cütlük, bu üçlük, əziz dostlar, hər gün sevinirlər, hər gün bunlar şad olurlar. Bunun hamısının səbəbkarı sizsiniz, sizin qəlbiniz və ürəyinizdir. Allah hamınızı qorusun, Allah böyük ailəmizi qorusun. Deyirəm ay nəzakət, deyirəm ay cəmalə, ay kəmalə. Gəlin Allahdan arzu edəyən ki, bax bugünkü bu mişar daşımızın pulunu bir ürəkli əmidən, bir ürəkli qardaşdan, bacıdan, anadan görək. Ya Allah, nə olar, sabah burada çəkilişimizdə gözəl bir xəbər çatdıraq. Onsuz da sabaha gözəl xəbərlərimiz var. Podolski Quludan, Usta Murad qardaşımızdan çoxdur xəbərlər. Sadəcə olaraq bu 2 gündür o qədər əziz dostlar sevinmişəm, o qədər şad olmuşam ki, bildiklərimin hamısını yadımdan çıxartmışam. Kimlər nəyə deyib, kimlər nəyə söz verib, hamısı yadımdan çıxdı. Aysu bacı, bax Cəmalə balam, Kəmalə balam,
sizin otağınızın aboylarını öz üstünə götürübdür. Xəbərlər çoxdur. İndi amma Allah haqqı əziz dostlar, yaddaşım demək olar ki, pozulubdur. Nəzakət, gözünüz aydın olsun. Aydınız olsun. Allah köməkləri olsun. Herkes bize kömək edirsə, Allah belə canları sağ eləsin. Qadan alın. Qada görməyəsiniz. Yani bu heyecanı, bu sevinci bize yaşadanlar çok sağ olsun. Çok var olsun. Bəh. Razıyıq, hamısından razıyıq. Qadanız alın. Deyirəm əziz dostlar, həqiqətən Elşənin kamerası o qədər sehirlidir. Bu Elşənin kamerası o qədər bir qeyri-adi bir bu kamerada sehir var ki, hətta hər kəsi danışa bilməyənləri də danışdırır. İndi sözü veririk Cəmalə balamıza. Cəmalə balamız nə deyir? Bax, bugünkü bu gördüyü mənzərədən nə deyir? Çok sevinçliyim. Çox sevinçlisən. Size bu sevinç yaşattıkları için sağ ol. Allah səndən razı olsun. Ümid edirsən və gözləyirsən, bax, bugünkü bu daşımızın pulunu kom şəkildə hansısa bir əmi, hansısa bir bibi dedi ki, mən onu Kəmalə balama hədiyyə elədim. Ay Elşən. Bəli. Və sən nə də gözəl bala. Ay can. Bəli. Allah, bunların hər ikisinin qadasını alım. İnan ki, Allaha əzizlərim, o qədər şad olam, o qədər bu qapıya ayağımı qoyanda da ürəyim açılır. Çünki maşınımı aralıdan görən kimi bacılar o dəqiqə gəlir maşının qarşısına. Halal olsun nəzakət. Uşaqları o qədər ağıllı, gözü, könlü çox böyütmüsən. Kasıb yaşamısınız, amma vallah gözləri, könülləri çox yaşatmısan. Halal olsun hər iki balamıza. Allahın izni ilə bu balalarımıza hər şey olacaq. Əzizlərim, Qurana and olsun deyirəm. Bax, bunu bir tərəfə yazın, zapt edin, saxlayın. 4 aydan sonra sözümü tutmasam, deyin ki, Elşən, sən söz verdin, sözünü tutmadın. Amma bu 26 evin içərisində görmədiyiniz gözəlliyi bax, bu balalarda görəcəksiniz. Bu balaları həqiqətən Allah balaların bəxtini açdı. Allah bizim səsimizi eşitdi. Bizim əlimizlə, böyük ailə, bura yardım edən dostlarım, analarım, bacılarım, unutmayın ki, Allah Taala sizlərə izin verdi bu balalara dəstək olmağa. Unutmayın ki, bu balaların ruzisini Allah Taala sizin vasitənizlə yollayıbdır. Görün nə xoşbəxt insanlarsınız ki, Allahın yaratdığı, Allahın məzlum bəndələrinin ruzisini Allah Taala sizin vasitəçiliyinizlə yolluyor. Nəzakət, gözün aydın, anam, bacım. Əməklərə də çox sağ olsun. Yəni bu işin alınmasında, bir o sizlərdə Allah kömək olsun. Cahangir əm başda olmaqla. Yəni kim iştirak edirsə, Bəli, burada texniki tərəfdən bizə kömək olundu sənət məsələsində. Nəzakət, gözün aydın, bu Kamazın səsi həqiqətən adama qürur verir. Həqiqətən adam qürur diyor. Özünüz də baxın, böyük ailəmiz, özünüz də baxın ki, yəni bizim ümumiyyətcə istifadə etdiyimiz hər bir tikinti materialı ən yüksək keyfiyyətdə olan materiallardır. Yəni bunu biz sözdə yox, biz bunu əməldə və faktla göstəririk. Gördüyünüz kimi ən gözəl, ən bahalı mişar daşımız. 730 ədəd mişar daşımız. Amin Allah. Amin Allah. Amin Allah. Amin Allah. Amin Allah. Sürücümüz də canavar. Vallahi bu kanala kim gəlir, hamısı şir canavardır. Sürücü də şir ürəklidir. Maşallah, cəsarət. Məhəmməd, bax be. Daşa bax, daşa. Allah'a şükür. Elşən qurubdur, Elşən. Vallahi bilmirəm tamaşaçılar zarafat üçün deyir, yoxsa mənim nətər deyimi xətrimə dəyməmək üçün deyirlər. Orada rəyləri oxuyuram, yazırlar ki, Azərbaycanda yeganə youtuber Elşəndir ki, onu hələ də heç kim əvəz edə bilmir. Hələ də onun işini ikinci bir kəs eynisini eyni səviyyədə görə bilmir. Düzdür, başqa adamlar da edir, amma eyni, yəni bu səviyyə gətirib çatdıra
biləni görməmişik. Bunu mən demirəm, ha, bunu rəylərdə yazan tamaşaçılar var. Əgər o tamaşaçı düz, doğru yazırsa, siz də yazın və yaxud həqiqətən də belədir. Yəni Erşən həqiqətən bu işləri bacarır, bu işləri layiqincə öhdəsindən gəlməyə bacarırsa, siz də öz fikrinizi yazın. Bu meydan, bu şeytandır. Burada nə var ki? Bəli, əziz dostlar, ümid edirəm, çox ümid edirəm, cəsarət. Allah haqqı çox ümid edirəm ki, elə bu videonu baxan kimi əmi videonun yarısında saxlayıb, hansısa qardaş deyəcəkdir Erşən, o daşın pulu nə qədər elədi? Mən də deyəcəm bu qədər, hələ dəqiq bilmirəm, sürücü qardaşdan soruşacağım. Ya 730 ya 750 olmalıdır. Çünki əvvəldən demişdi, özü də bizə demişdi ki 750-720 arası. Çünki nəyə görə demişdi? Dedi, əgər karyel yağınlıq olarsa, yağışlıq olarsa 720 daş gətirəcəm. Quraqlıq olsa 750. Bunun da səbəbi tərəziyə görədir, ha əzizlərim. Yəni yaş olanda daş ağır olur. Yəni maşınlar bilirsiniz, tərəziyə çıxır. İndi gəlsin, onu dəqiqləşdirəcəm. 720 yoxsa 750-dir. İndi məbləğini də deyəcəm. Bax, özünüz indi baxacaqsınız. Allahın izni ilə hansısa bir qardaşımız və əmimiz bu pulu öz üstünə götürəcək. Mən bir daha qeyd edim, hamınız bir daha bilin. Mən bunu hesabatımızda da qeyd etdim. O 1180 manat ki, bizim əlimizdə ehtiyatımız ki var idi, nəzakət bacı. Onun 750 manatını Bərdəli Orxan qardaşımız yollamışdı hələ o vaxtı. Bildim. Ki o evə bir maşın daş məndən. Deməli bu günə qismət imiş. Və Belqraddan Yasəf əmi öz ilk pensiyasını belə alıb yollamışdı 300 manat. Əmi yenə bildiribdi. O gün rəydə oxudum ki, yenə pensiyamı alıb bir ayını bütöv nəzakətin balalarına şərait qurmaq üçün göndərəcəm. Allah hər birinizdən razı qalsın. Allah cibinizə bərəkət versin. O Kamaz şoförü görən getdi, gəlməyəcək. Və getdi, ev yox. Bu telefondan öyrənirəm. Hə. Köməyimizi əzizlərim, onsuz da bilirəm əsirgəlməyəcəksiniz. Burada çox rahatam. Burada o qədər şadam. Çünki nəzakət bacı maşallah, 1000 kərə maşallah, milyon kərə maşallah. Hər şeyi qaydasında, hər şeyin yerini bilən, danışığını da, oturuşunu da, duruşunu da, süfrəsini vaxtında hazır olmasını da. Yəni, əzizlərim, ola bilər nəzakət bacı çox dilli, dilağız, çox duazat etmir. Bu başa düşüləndir. İnsan öz içində, insan öz hərəkətinlə nəzakət bacının üzündə olan təbəssüm, gözlərində olan o sevinç hər şeydir. Hər şey deməkdir. Yəni, fərq eləməz. Biz kameranı tutaq, nəzakət bacı 10 dəqiqə danışsın. Bunu insan özü, öz nətər deyim, görkəmi ilə göstərir. Siz də bunu edirsiniz. Məhz onun üçün ki, nəzakət, onun balaları daxildən, içdən sevinsin, şad olsun. Vallahi deyirəm, əziz dostlar, inanın Allah'a, bəlkə də bir gündə 20 dəfə Cəmalə balamızın, bax bu simasına baxıram, görkəminə baxıram. Balamızın hər gün diqqətlə baxıram. Çünki hər gün Cəmalə balamızın gözlərində bir gülüş, gözlərində bir sevinç, bir yenilik. Çünki balamız bizə güvənir. Balamız bilir ki, biz onu heç vaxt yarı yolda qoymarıq. Zaten qoysaydıq 2024-cü ildə, yəni 2 il bundan öncə qoyardıq. Elə bizə yığılan pulu gətirib verib, ay Kəmalə, ay mənim bacım nəzakət, elə gətirib verib çıxıb gedərdik. Amma görsən biz o pulu əlimizdə saxlayıb, bugün o pulun üstünə 50 elə pulları qoyuruq. Hərdən deyirlər Erşən kimisə pulunu yığıb və yaxud neçə ildən sonra verdi. Mən əzizlərim, bax, belə deyərdik, bir bankam.
Yəni məndə kimizə 500.000 manatı varsa deyilsin ki, o bir neçə ildən sonra böyük bir məbləğ olacaqdır. Bildik qardaş. Nəzakəti ona görə çox istədim. Nəzakəti ona görə xətrini istədim ki, bir dəfə olsun belə. Bir dəfə olsun belə o pulun adını tutmuyor. Nəinki pulun, ümumiyyətcə nəzakət adlı adamdan bizə hələ də bu günə can da bir zəh gəlmir. Bizi bu kəndə Firdovsi qardaşımız gətirib, xahiş edir. Sağ olsun. Allah Sağ olsun. razı olsun. Bəli, Firdovsi qardaşın Allah balalarını gözünə çıraq eləsin ki, bizi çox düzgün, doğru ünvana yönəldibdir. Yəni bu gün də nəzakətin hələ də telefon məsələsində böyük bir problem var, çünki əlaqə saxlaya bilmirik. Yəni ki, nəzakət nəinki zəng edib bizdən mənim sizdə qardaş, falan vaxtı pulum var idi deyib, heç bir zəng etməyib belə. Çünki hörmətli izləyicilər, görünən dağa bələdçiyə ehtiyac deyil. Hər şeyi siz hər şeydən gözəl görürsünüz. Hərdən deyirsiniz Elşənə maşallah. Hərdən deyirsiniz Elşən halal olsun sən. Amma sizlərə qurban. O maşallah da, o halal olsun da sizədir. Ona görə ki, siz hər şeyi gözəl görürsünüz. Siz hər şeyi yaxşı seçirsiniz. Kimin necə, kimin həqiqi ehtiyacı olduğunu hamıdan gözəlini siz bilirsiniz. Siz aid edirsiniz. Mən görməyə bilərəm. Mənim görmədiyim çox şeylər olur. İnsanların hardasa bir şirin dilinə, timsah göz yaşlarına hərdən tez inanıram, tez aldanıram. Amma siz maşallah olsun, ağı qaradan çox gözəl şəkildə seçirsiniz. Necə ki, bax, burada çəkilən çəkilişlərin baxış sayı, like sayı. Burada çəkilən çəkilişlər 300-dən aşağı rəy yazılmır. 300-dən aşağı rəy yazılmır. Bir dənə olsun deyə, bir dənə olsun deyə bir negativ rəyə rast gəlmirik. Deməli, həqiqətən də doğru ünvanda olmağımızı bu göstərir. Gözəl. Deməli, biz də seçimimizdə yanılmadıqsa, bu da bizim bir uğurumuzdur. Mən 2023-cü ildən bu sözü dedim, yəni 3 il bundan qabaq bildirdim ki, artıq bugündən sonra kimə ev tikiləcəksə o insan sınaq imtahanını keçirəcək. İl yarım, 2 il və yaxud 1 il. Bax, sınağın müsbət nəticəsi bugün göz önündədir. Ola bilərdi, bizdə nəzakətin pulu olduğunu bilirdi, bilə-bilə. Kənddə kiməsə deyərdi, Elşən yalancıdır, Elşən maşenlikdir, bizi aldatdı, məsəl deyirəm. Biz bunu eşitsəndə onda deyərdi ki, hə, deməli, elə düz eləyib bu adamın pulunu saxlamışıq. Amma biz bunu eşitmədik. Biz nəzakətdən bugünə qədər heç bir, əstağfurullah, nə məlumat topladıqsa bu ailənin müsbətinə, nə xəbər tutduqsa bu ailənin müsbətinə, bir dənə kənd cəmaatı olsun, bir dənə icra nümayəndəsi, bələdiyyə sədri, polis, deməli, sahə müvəkkili, bir insan belə olsun demədi ki, o ailənin hansısa bir yanlış, hansısa bir mənfi tərəfdən mənfi cəhəti var. Deməli, həqiqətən də bu ona şamil olunur ki, hər şey gözəl, göz qabağındadır. Bacım, Allah xeyrinizi versin, Kəmalə, Cəmalə balalar. Evimizin də adını belə qoymuşuq, Qayıdış evimiz. 27-ci evimiz Qayıdış evidir. 27-ci evimizə çox insanlar qayıtdı, layihəmizə. Mən buradan səslənirəm vətənimin şir ürəkli, qeyrətli oğullarına, Yevlaqlı bizim Ümid Ülkar balalarımızın atasına, şir ürəkli qardaşa səslənirəm. Əgər siz bu çəkilişə baxırsınızsa, inanıram, tam inanıram ki, siz bu balaları inşallah ki, sevindirəcəksiniz. Bu balalarımıza öz maddi yardımınızı göstərəcəksiniz. Mən buradan səslənirəm Gəncəmizin şir ürəkli oğlu layihəmizə sayı hesabı bilinməyən dərəcədə maddi yardımlar edən Ramil qardaşımıza. İnşallah
bu balalarımızı inşallah əmi payını bu balaları da inşallah sevindirərsən. Allah sənin də o 2 qız balanı gözünə sıraq eləsin Ramil qardaş. Qəlbinə şahidəm, ürəyinə şahidəm, mərhəmətinə çox şahidəm. Ümid edirəm ki, bir gün gələcəm ki, ay Nəzakət bacı, məhz Gəncəli Ramil əmiləri bu balalarımızın evinin filan işini öz üzərinə götürdü. Və digər adlarını çəkmədiyim onlarla qardaş və bacılar. Mənim niyyətim odur ki, hər kəs bu evdə yardımcı olsun. Hər kəsin köməyi, hər kəsin dəstəyi ilə bu gözəl evimizi tikib başa çatdıraq. Layiqli və həqiqətən də ehtiyacı olan ailəyə tikilir bu evimiz. Məhəmməd, Cəsərət, bəlkə gedəyin. Bəlkə gedəyin. İndən sonra burada güya nə qara biləcək? Havaydan burada qalmamıza, dilinizi, diləyinizi selonu vurmaq olmayacaq. Diləyiniz nədirsə qardaşlar, yığın, svarkanızadı, sən arabanın altına qoyun, yığın gedəyin. Cəsərət, hara lazımdır, yığın Cəsərət, gedəyin. Yəni, bir olsa külək, əksinə gözümüz burada çıxdı, bax, tozun, küləyin vurduğu tozla. Ebyo, sabah arxayın gələcək, onsuz da başqa işim yoxdur. Sabah gəlib, qəşək burada Nərgiz deyirəm. Nərgiz mənim adım tez-tez, Nəzakət bacı. Sabah gəlib, qəşək arxayın, uşaqları yola salacağım, uşaqlar gəlsin. Uşaqlar gəlsin, mən elə uşaq özüm gətirəcəm. Uşaqlara havaydan taksiyə 25 manat verək. Elə 25 qalsın Nəzakətin balansında. Sabahlarım ət maşınıyla tufovkanı da alıb gələcəm. Bir tufovka çörəyi. Bir tufovka çörəyi, Nəzakət. Birinci şiriyat pişirəcəm. Nə pişirirsən pişir, xoşbəxt olar bu ildə. Tamam. Sənə qurban. Ürəyindən nə kesir pişir. Yaxşı. Allah sizi xoşbəxt eləsin, bacı. Allah bilməyiniz. Deyirəm, mübinim yaxşı sözü var. Deyir, qadının həyası, qadının abrı onun ən böyük varlığıdır. Onun başının tacıdır. Halal olsun sizə. Halal olsun. Allah'a and olsun, halal olsun Nəzakət. Sağ olun, qadam. İndiki zəmanədə halal olsun. İndiki zəmanədə belə ağıllı bala, belə adla, tərbiyə ilə yaşamaq sizə halal olsun. Sağ olun, qadam. Bu həm də sizə Allahın bir mükafatı oldu. Kişi qızı halal olsun sizə. Sağ olun, qadam. Cəmaləm, sənə qurban, ay Cəmaləm, başına dönərəm. Doymaq olmur Cəmaləmizə baxdıqsan, əziz dostlar. Bunun qadasını alın, bunun ürəyinə qurban olun. İnşallah gözəl olacaq da, ay Allahım. Bizi qarşıda sən nələr gözləyir, hörmətli izləyirlər. Bizi qarşılayan günlərdə nələr gözlədiyini bilirsiniz. Şok gələcəm Cəmalə, şok. İnşallah sizə qurban olaram, ay gözəl balalar. Sağ olun, qadam. Siz də sağ olun. Nəsə qaldı qadınım. Bax bu Trannikidə Nəzakət. Bura lentalamışıq. Yəni bunu ehtiyac deyil çıxartmaq buradan. Elə belə klonka at, bu lentalamışda burada adaptırımızı taxmaqdan ötəridir. Sonra para verməyək. O qayır. Neyini sən qadınlarım onu bir deyəbə salıb? Nə olacaqdı? Yağış buna heç nə eləyəstər. Heç zad eləyəstər. Üstünə bir klonka atarsan bəs salam. Evə aparıb yerinizi darısqal etməyində dəyməz. O simenti zadı lazım deyil plakine qoymaq. Deyir oralarda bir şey qoy, üstünə şifr at. Aynı zaki. Aynı yaparsan qadınam. Onu qoy oraya, üstünə bir dənə deyir şifr parçası at. Evinizi darısqalanmayın. Bir də tamaşaçımızdan kimsə yazmışdı rəydə. Gəlin bəri Nəzakət. Yazmışlar ki, Elşən qardaş, mətbəğin badvalını dərinləşdirin. Nihat balanın evində olduğu kimi bir dənə qəşəng badval qoyun. Problemi yoxdur. Eləyəcək. 100% eləyəcək. Torpaq da buradan yəni daşının çıxacaq. Torpağı çıxardı, bax Nəzakət. Deyir bax görsən qapının ortası çökəkdədir. İndi qumu oradan işlədəcək. Sen onu deyir bura bizə torpaq lazımdır. Deyir bax bu besetkanın içini böyük ailəmiz. Bir daş örəcək, yəni 20 santı.
Düzdür, bir 5 santı saxlayıb 15 santısını torpaqla doldurub, suluyub, kipləşdirəcək, üstündən istiyaşqa verəcək. Elə bizə onsuz da torpaq lazımdır. Yerdə qalanda hamısını araba ilə daşıyıb qapının bütün çökək yerlərinə verəcək. Burada tək evin tikintisini həyata keçirməyəcək. İş getdikcə lazım olan yerləri də hamısını düzəldəcək, abadlaşdıracaq. Yəni anam kəhliyin bir dənə qapı bacasını gözünüzün önünə gətirin, əvvəlki görkəmin. Bir saniyəlik gözünüzün önünə gətirin. Yəni elə bir yerdə tikilmişsiniz, elə bir yerdə yuva salmışsınız ki, hər tərəf böyükçən kolundan ibarət. Çəksən Allah ətrafını. Hər tərəf böyükçən kolu. Sanki elə bir Çingula meşəsində bir dənə bir adam. Allah hamd olsun. Yolu yox, irizi yox. Gəlirsən də, baxırsan da ürəyin ağrıyır. Qəlbin sızıldayır. Və indiki görkəmin gözünüzün önünə gətirin. Yəni bilin ki, Elşən qardaşınız bunu sözdə demir, bunu əməldə göstərəcəkdir. Bayram əmmimiz dünənlərin bizə bildirdi ki, xahiş etdi ki, kəsilən ağaçların yerinə mütləq şəkildə ağac alarsınız. Bu bir mənalıdır. Bayram əmi birini kəsmiş isə əvəzində 5-ini əkəcək. Düzdür, Nəzakət bacının deməli, gəl bəri Nəzakət. Bir o qədər də böyük torpağı yoxdur, amma mən ağac əkməyə indidən yer tapmışam. Deməli, cəsarətin duruşbasını gətirəcəyik. Bax, burada 2 dənə qoz ağacı var, qurumuş. Elə mi Nəzakət? Bax, bunları əzlərim doğrayıb, peç boyu, odun şəklində yığacaq qırağa. Bax, bu gördüyünüz boş ərazini də ot biçənlə pişdirəcəyik. Və Allahın izni paizdə bura, kəsdiyimiz ağaçların əvəzinə bura ondan 2 dəfə artığını əkəcəyik. Nəzakət, ora qədər sənin də, o hinə qədər. Ora qədər, narlara qədər, uçuracaq deyil. Elə mi? Bura sənin də bütün. Ay, nə gözəl, ay Nəzakət. Ay, maşallah, onda yaxşıdır da torpağa. Bu ağaçlar hamısı sənindir. Qadasını alaram, gözəl. Gözəl, deyil, əlcəklər, baxın. Hansı ev tikilən yerdə tamaşaçılarımız görübdür ki, fəhlələrin əlcəyi yuyulub, şəritdən sərilib ki, 5 gündən sonra gedib bir də Elşən əlcəyə pulu verməsin. Nəzakət, Allah haqqı halaldır sənə. Quran haqqı, Nəzakət, gəlin bəri. Deyə bax, Aqarot. Nijni Novqorod Nazım baba, Aqarot. Adam pomidorunu əkib, badımcanını əkib, istotunu əkib. Bax, suyu da şlankla. Nəzakət, artizanı yoxdur da səndə. Su gəlir, yox sözü yoxdur da bu insanda. Yəni tələbatı... Yəni su boldur, yəni qoşun həyatına qoyuram ki... Tələbatını ödür də, yəni əkinini. Nə gözəl, nə gözəl, nə gözəl. Qoşun həyatına qoyuram. Suya da ehtiyac yoxdur. Deməli, bura Nəzakətin bağıdır. Buranı qəşək, buranın hamısını ot pisəndən pişdirib, ləzzətli buranı səliqəyi səhmana salacaq. Hörmətli izləyicilər, çəkilişimizi yekunlaşdırdıq. Küləkli, onsuz da səs görsünüz, efirdə də çox xışıltılı gəlir. Bax, bunun səbəbi küləkdir. Sabah Allah qoysa buradayıq. Yardımlarınızı, dəstəyinizi bu ailədən qəti şəkildə əsir inşallah.